Səhər saatı. Sabahınız xeyir değerli dostlar, değerli dinleyiciler, eləcə də izləyicilər. Mən Xanlar Meteor'un təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebook'dan və YouTube'dan CBC FM Azərbaycan yazmaqla. Bugün ölkə xaricindən qonaqlarımız gəlib. Səhərə yaxın gəliblər, yatmayıblar. Yollarda qalıblar. Deyiblər ki, biz bir dənə gezməyək. Səhər tezdən ta Gürcistan elindən bura gələn Alyans Gənclər Mərkəzinin nümayəndələri, sədri başda olmaqla, Leyla Əmrahova başda olmaqla öz komandası düz gətirib birbaşa CBC-yə. Sabahınız xeyir, necəsiniz? Sabahınız xeyir, çox sağ olun. Doğma vətəndə, odlar yurdu Azərbaycanda olmaq hər birimiz üçün çox xoşdur, həyəcanlıdır və sevinclidir. Xüsusilə sizin efirdə olmaq, yəni bu ayrıca bir xoşbəxtlikdir. Mən də bütün Azərbaycan xalqını və sizin radionu Azərbaycandan kənarda dinləyənlər hər kəsi salamlayıram. Səhər tezdən gəlmişsiniz. Normalda bütün qonaqlarıma bu sual verirəm ki, səhər durmaq yəni və radioya gəlmək necə bir histir? Gecə yatmıyıb, səhər radioya gəlmək necə bir histir? Maraqlı sualdır. Düşünürəm ki, yatıb durub gəlməkdən daha yaxşıdır. Yəni nə yaxşı gəlmişsiniz? Sizi bura nə gətirdi? Bəli, bizi bura ilk növbədə Azərbaycana olan sevgimiz gətiribdi və Türk İnteqrasiya Olimpiyadasına biz Gürcistan təmsilçiləri olaraq gəlmişik və 4 nəfər şagirdlə biz bu olimpiyadaya qoşulacağıq və bu olimpiyadaya Gürcistandan qoşulmağımız ikinci ildir və artıq biz bu olimpiyadanın bir ailə üzvü hesab edirik özümüzü və bu dəfəki heyətimiz fərqli heyətdir və onlar da Azərbaycanda artıq uzun müddətdir olmayıblar. Hətta deyərdim ki, belə deyək ki, ilk dəfə olublar. Çünki körpə vaxtı olublar və xatırlamırlar. Onların həyəcanını bilib mən daha da çox həyəcanlanıram və istəyirəm ki, tezliklə doğma milli vətənlərini onlara göstərdim və onların həyəcanına şərik olum. Bu olimpiyadada bizim uşaqlar nələrdən çıxış edəcəklər, nələrdən danışacaqlar, hazırlaşmısınızmı? Bəli. Türk İnteqrasiya Olimpiyadası Hədəf Şirkətlər Qrupunun möhtəşəm bir layihəsidir. Sözün əsl mənasında biz ikinci dəfədir dediyim kimi bu olimpiyadadayıq və keçən ilki təşkilatçılıqdan o qədər razı qalmışdıq ki və oradan dönən uşaqların təəssüratları hələ də xatırladıqca çox gözəl xatirələrlə xatırlayırlar. Olimpiyadaya hazırlaşıblar uşaqlar, hətta çox ciddi şəkildə hazırlaşıblar. Elanlar verildi və Gürcistandan 40 nəfər bu imtahandan onlayn şəkildə keçdi və hər kəs yüksək bal topladı. Sadəcə müəyyən səbəblərə görə məktəbləri, dərsləri və imtahanları olduqlarına görə və yaxud sənəd problemləri olduğuna görə 4 uşaqla bu olimpiyadada iştirak etmək nəsib oldu bizə. İndi onların özlərinlə də söhbət edəcəksiniz. Çox həyəcanlıdırlar, çox hazırlaşıblar. Hətta deyərdim ki, son 10 günü demək olar ki, gecə-gündüz hazırlaşıblar. Mən bir nüansı sizə qeyd etmək istəyirəm ki, Gürcistanda təhsil alan uşaqlar, təəssüflər olsun ki, Türk tarixini, Azərbaycan tarixini, ədəbiyyatını, dilini ya keçmirlər ya da ki, Azərbaycan dilli məktəblərdə çox zəif keçirlər. Bu tamamilə başqa mövzudur, yaralı yerimizdir. Təxmini olaraq siz bu mövzuları bilirsiniz. Bu uşaqların bu olimpiyadada iştirakı xüsusilə bizim üçün önəmlidir. Çünki təhsilini almadıkları mövzuları əlavə vasitələrdən oxuyaraq hazırlaşıblar. Ona görə bizim üçün 3, 4, 5 qat daha həyəcanlı və daha qürur vericidir. İnanır ki, bu uğurlu olacaq və uşaqlar ən azı çox yaxşı özlərini göstərir və yer tutacaqlar. Mən bilirəm ki, uşaqlar arasında çox istedadlı şəxslər var. Mən istərdim ki, elə Məhəmməd Əli dostumuzdan danışaq. Məhəmməd Əli, Allah yarım. Necəsiniz Məhəmməd Əli? Salam, hər vaxtınız xeyir. Əvvəla dəvətiniz üçün çox təşəkkür edirik. Doğma vətəndə, ana yurdumda olduğum üçün də xüsusi bir sevinç var. Sevinç var. Siz hazırlaşmısınız? Bəli. Nə qədər vaxt? Təxminən mən fevral ayından hazırlaşıram. Məsələn, nələri daha çox oxudunuz, fikirləşdiniz ki, keçənki imtahanda bunlar düşüb, keçənki olimpiyadada bunlar düşüb? Türk İnteqrasiya Olimpiyadasının rəsmi səhifəsində 2024-cü ildə düşən suallarla əlaqədar mövzulara baxdım. Ən çox tarix, coğrafiya, kimya, fizika haqqında
məlumatlar topladım. Yəni neçə ay siz onu o qədər məlumat topladınız? İndi burada yer tuta biləcəksinizmi, bilməyəcəksinizmi? İndi komanda şəklində işləyirsiniz də, özünüzü komandada hansı yerdə görürsünüz? Liderliyi ələ ala biləcəksiniz, yoxsa ki liderlik nəzərindədir? Tək çıxış edəcəyik. Tək-tək olacaq. Bəli, imtahan tək-təkdir. Aha. Daha çətindir. Daha çətindir. Bəli. Yaxşı. Tək-tək. Siz misal üçün də özünüz oxuyanda bilirsiniz də hansı tərəf daha güclüdür, hansı tərəf daha zəifdir. Yəni hansı tərəf daha güclüdür, hansı fənlə daha yaxşısınız? Tarixə, coğrafiyaya xüsusi bir marağım var. Əsasən də Türk dünyasının tarixinə, mədəniyyətinə, coğrafiyasına olan sevgimdən tarix, coğrafiya fənlərini çox sevirəm. Rəqiblərinizi araşdırmısınız? Misal üçün keçən il bu ölkələr daha yaxşı iştirak edib. Bəli, onlara da baxdım. İkinci final mərhələsində 20 neçə şagird var idi. Onlardan qızıl medal, gümüş medal, bürünc medallarla baxdım. Baxdınız, hamısını araşdırmısınız, həyecanlısınız? Bəli, çox həyecanlı. Niyə? Bilmirəm. İlk dəfə idi ki, Türk İnteqrasiya Olimpiyadasında iştirak edirəm. Aha, bəli. Muhammedəli Bolnisi rayonunun sakinidir və orada olan bizim Diaspora İşlər üzrə Dövlət Komitəsinin dəstəklədiyi Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəal gəncidir. İstərdim ki, biraz o mərkəzlə də bağlı danışsın. Çünki mərkəzin rəhbəri Rezo müəllim onlara çox böyük dəstək oldu ki, onlar bugün bura gələ bilsinlər. Böyük motivasiya oldu. Və özündən yaşca kiçik dostlarına da çox böyük dəstək və kömək olur. Hətta arada onlara ingilis dili dərsi də deyir. Allah. Bəli. Rezo müəllimə də buradan salamlar deyirik. Ümumiyyətlə o mərkəz başlayanda necə oldu o mərkəzə müraciət edəcək? Ümumiyyətlə mərkəzin fəaliyyəti sizin həyatınızda necədir? Əsasən biz Gürcüstan Azərbaycanlıları üçün, kənddə yaşayan Azərbaycanlılar üçün, gənclər üçün sosiallaşma demək olar ki, yoxdur və bu mərkəzlərin açılması həqiqətən biz gənclər üçün çox faydalıdır, bizim sosiallaşmamız üçün, həmçinin şagirdlərlə tanışmaq üçün, həmyaşıdlarımızla inteqrasiyada olmaq üçün çox faydalıdır. Çox faydalıdır. Bəli. Biz davam eləyək Leyla xanımla və digər iştirakçıları da bura dəvət eləyək. Nəzrin gəlsin. Bəli, Nəzrini biz dəvət eləmək istəyirik. Və Leyla xanım. Bəli. Biz həmin mərkəz haqqında danışdıq. Bizim bilirik ki, digər ərazilərdə də mərkəzlərimiz var. İstəyirik ki, elə həmin mərkəzlər haqqında bir məlumat verək və daha sonra elə Nəzrin özü Alyans Gənclər Mərkəzi haqqında məlumat verər. Çünki siz bir var sədr olaraq məlumat verəsiniz, bir var tələbə olaraq o məlumat verirsiniz. Bəli, ümumi Gürcüstanda fəaliyyət göstərən təhsil və gənclər mərkəzi haqqında qısa bir məlumat deyə bilərəm ki, Gürcüstanda yaşayan Azərbaycanlılar icması arasında belə bir boşluq var idi ki, gənclərin bir yerə toplanması, Azərbaycan dilinin gözəl şəkildə öyrənilməsi və dövlət dilinin öyrənilməsi üçün və sairə kursların fəaliyyət göstərməsi üçün belə bir mərkəz yox idi. Və gənclər, müəllimlər toplanaraq belə bir layihə başvurdular və bu layihəni Diaspora İşlər üzrə Dövlət Komitəsinə yönləndirdilər. Onlara da çox təşəkkür edirik ki, bizi dəstəklədilər və beləliklə Marnauli, Tbilisi və bundan sonra silsilə şəklində Qardaban, Dmanisi, Bolnisi, Qaraçok, Qabal və digər bölgələrdə mərkəzlərimiz açıldı və çox gözəl şəkildə fəaliyyət göstərirlər. Mərkəzlərdə ödənişsiz olaraq soydaşlarımız üçün kurslar fəaliyyət göstərir. Rəsm, xalçaçılıq, tarix, Azərbaycan dili, Alman dili, İngilis dili, Gürcü dili, Azərbaycan dili və idman növləri və demək olar ki, artıq gənclərimizin asudə vaxtlarını səmərəli istifadə etməsi üçün möhtəşəm mərkəzlər var və onlar orada rahat gəlib öz vaxtlarını səmərəli istifadə edirlər, biliklərini artırırlar, dostlaşırlar, gözəl xatirələr toplayırlar və Azərbaycana aid olan ağrılı, acılı və həmçinin önəmli günləri birlikdə həmrəy olaraq keçirirlər. Nəzrin Qəmbərli həm Alyans Gənclər Mərkəzinin müdavimidir, həm də Ceyran rəqs ansamblının solistidir, həm də Azərbaycan milli rəqslərini qürurla orada təmsil edir. Bu barədə özü danışar və həmçinin Türk İnteqrasiya Olimpiyadasının ilk qatılımlarında da Nəzrin orada iştirak edibdir.
Bəli. Təcrübəlidir. Nəzin necəsiniz? Yaxşıyam, çox sağ olun. Əvvəla təşəkkür edirəm dəvətinizə görə. İstəyirəm ki, əvvəla Alyans Gənclər Mərkəzi haqqında danışım. Alyans Gənclər Mərkəzi artıq 3 ildir ki, fəaliyyətdədir və mən ilk gündən bəri Alyans Gənclər Mərkəzində bir üzv kimi özümü təqdim edirəm, göstərirəm. Alyans Gənclər Mərkəzi mənə cəmiyyət içərisində rahat olmağı, cəmiyyətdə özümü asan bir şəkildə ifadə etməyi öyrətdi. Eyni zamanda burada Leyla xanımın da bildirdiyi kimi xalçaçılıq dərsləri var idi, hansı ki bizim mədəniyyətimizin təbliğ edir. Mən bir müddət xalçaçılıq dərsləri götürdüm və bu mənim üçün çox önəmli idi. Nəyə görə? Biz Gürcüstan Azərbaycanlıları olaraq Azərbaycan mədəniyyətini, kulturasını, tarixini Gürcüstan Azərbaycanlıları da istəyirik ki, təbliğ edək. Çünki Gürcüstanda assosiasiya baş verir. Biz də istəmirik ki, öz tariximizi, öz keçmişimizi unudaq. Eyni zamanda Ceyran rəqs ansamblının 10 ildir ki, solistiyəm, üzvüyəm. Azərbaycan milli rəqsləri, Gürcü milli rəqslərini təbliğ edir. Biz Ceyran rəqs ansamblında eyni zamanda Azərbaycanın mədəniyyətini öyrənirik və eyni şəkildə dünyaya göstəririk. Nə bir şey danışdırılacaq? Biraz həyecanlı, çox yoruldular. Yoruldular. Əvvəl təcrübəniz olub, Nəzrin? Bəli. İndi məsələn bir təcrübəli bir şəxs komanda yoldaşlarınızla nə edirsiniz? Nə məsləhətlər verirsiniz? Birinci Türk İnteqrasiya Olimpiyadasına qatıldıqda biz mövzular üzrə hazırlaşmamışdıq və ilk elə bil ki mənim həmyaşıdlarımla bir gecə içərisində oturub bir-birimizə kömək eləyib və hətta biz elə bilirdik ki, qrup şəklində biz verəcəyik imtahanı. Ona görə bir-birimizdə elə bil ki zəif tərəflərinizi doldurmağa. Zəif tərəflərimizi bir-birimizin doldurmağa çalışırdıq. Ancaq sonra öyrənəndə ki, tək şey, fərdi şəkildə verəcəyik, biz çox həyəcanlanmışdıq. Bəli. Hazırlaşmamışdıq, amma yenə də çox gözəl nəticələr aldıq. İndi isə biz də artıq hazırlaşmışıq, mövzular bilirik. Bu inteqrasiyanın əsas məqsədi də odur ki, bizdə araşdırma bacarıları olsun. Bizə bu mövzular verilir, ona görə deyil ki, biz onları elə bir ki, kopya kimi istifadə edək və yaxud da ki, başqa bir insana öz tapdığımız, məsəl üçün deyək, olur da informasiyaları deyək, ötürək. Üzülü, sən həyəcanlıyam. Yox, çox bir şey danışırsınız. Bu ona görədir ki, özümüzü sınayaq. Yeni dostluqlar, yeni əlaqələr quraq. Bura qatılmağın özü çox böyük bir şərəfdir, mənim üçün qürurdur. Keçən ildə eyni şəkildə bir çox Türk dövlətlərinin, məsəl üçün Qırğızlar, nümayəndələr, Qırğızlar, Qazaxlar, bir çox dost tapdım özümə. Çox xoşbəxtəm ki, bugün buradayım. Biz də sizə uğurlar arzulayırıq. Sağ olun. Leyla xanım, uşaqları necə yetişdirirsiniz? Çox qəşəng Azərbaycan dilində danışılır. Orada ümumiyyətlə bilirəm ki, Gürcü dilində də artıq bizim gənclər demək olar ki, 90% Gürcü dilində bilir gənclər. Yəni bu istiqamətdə də siz dərslər keçirsiniz. Bu mərkəzlərin, sadaladığım mərkəzlərin içərisində ən çətini Alyans Gənclər Mərkəzinin öhdəsinə düşür. Çünki biz paytaxtdayıq və biz iki növ uşaqlarla işləyirik, yəni tələbələrlə işləyirik. Bir növ tamamilə Azərbaycan dilini bilməyən Azərbaycanlı soydaşlarımızla. Bu ən ağırıdır. Asimilə olunmuş Azərbaycanlılardır, hansı ki evdə də Gürcü dilində danışırlar. Əslində onları qınamaq olmaz. Çünki onlar bağçaya, orta məktəb, ali məktəb və hamısı Gürcü dilindədir və onlar Azərbaycan dilində danışa bilmirlər və başa düşmürlər. İkinci növ isə biz paytaxt olduğumuza görə ali məktəbə əyalətlərdən qəbul olan uşaqlar gəlir və fərqli regionlardan tamamilə fərqli dialekt, fərqli şivələrlə və fərqli adət-ənənəli uşaqlar gəlir. Hərdən onlar Azərbaycan dilində danışanda mən onları başa düşmürəm ki, onlar həqiqətən Azərbaycan dilindənmi danışırlar. Biraz çətindir bizim üçün, amma regionlarda olan mərkəzlərin işləri asandır, çünki onlar kompakt yaşayırlar və demək olar ki, orada hamı bir-birini tanır, hamı bir-birinə qohum, qonşu,
uzaqdan yaxın tanışdılar və orada Azərbaycanlılar çoxdur. Bizim mərkəzdə isə biraz fərqli olur. Amma mənim üçün ən zövq verici tərəfi məhz Azərbaycan dilini bilməyən Azərbaycanlılara dilimizi öyrətməkdir. Bu biraz çətindir, amma bizdə alınır. Nə qədər tələbəniz var? Bu fərqli olaraq dəyişir semestrdən semestrə, imtahanlar falan dönəmində, amma ümumilikdə 200-250 nəfər tələbəmiz olur. Azala bilir, çoxala bilir. Müraciət edirlər də. Bəli, müraciət eləyirlər və hətta Ödənişsizdir. Tamamilə ödənişsizdir və indi məktəbə qədər hazırlıqdan başlamışıq ki, onlara ana dilimizi öyrədək, adətlərimizi öyrədək və onlara bir ailə mühiti yaratmışıq. Hətta vaxtı olub universitet dərslərindən üst-üstə düşən tələbələr gələ bilməsələr də dərslərə, sadəcə mərkəzə gəlib oturub söhbət edib, ən azı Wi-Fi-dən istifadə edib dərsləri. Ən azı Wi-Fi-dən, çay və kofedən istifadə edirlər və qışda isti, yayda sərin yerləri var. Biz universitetdə oxuyanda belə bir mərkəz yox idi və bu bizim ən böyük arzularımızdan biri idi. Amma çox şükür ki və Azərbaycan dövlətinə böyük təşəkkürümüzü bildiririk ki, SOCAR-ın böyük dəstəyi var tələbələrimiz üzərində təhsil haqlarının ödənilməsi ilə bağlı. Sağ olsunlar, bizlərin yazdığı layihələrin dəstəklənməsində Azərbaycan dövləti bizə çox böyük dəstək verir və indiki gənclər çox şanslıdırlar bizə rəğmən. Yəni bizə baxanda. Və təbii ki, həmin şanslı gənclərdən biri də Muhammeddir. Muhammed, salam. Salam. Neçə yaşınız var? 14. 14 yaşınız var. Mən bilirəm sizin çox böyük uğurlarınız var. Bəli. Kitablarınız da. Bəli. 14 yaşında qədər necə kitab yazmısınız? 2 kitab yazmışam. 2 kitabı necə yazmısınız? Qarabağın zəfərinə həsr elədim birini. Birini isə Ulu Öndərin 100 illiyinə. Aha, Qarabağın zəfərinə həsr elədiniz. Onda sizin ordusu 2025 indi olub, 5 il bundan qabaq 14 və 9 yaşınız var idi. Siz o zəfəri televizordan görəndə. 9 yaşım yox idi, 11 belə, 11-12 belə yaşım var. 11-12 nətər oldu? 14 yaşım var, 2000 ildə. Qarabağın nətər deyim, 1 il sonra, 2 il sonra yazdım. O vaxt kitabı yazmaq var. Kitabı yazmağa başlamışdım, biraz uzun çəkdi, ona görə deyim. Aha, nə yazmısınız o kitabda nə var? Kitabda bütün hər şey, nətər ermənilərin, nətər amansızca Azərbaycanlıları o vaxtda işgəncə verdilər. Sonra o kitab təqdim olundu. Bəli və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi böyük dəstək verir. İndi uşaqlar həyəcanlıdırlar, biraz yuxusuzdular, üzr istəyirik onların yerinə və böyük uğurdur həqiqətən. Çünki təsəvvür edin ki, bu uşaqlar Azərbaycanı görməyiblər və xatırlamırlar. Amma onların qəlbi Azərbaycanla döyünür. Onların qəlbi soydaşlarıyla bir yerdə döyünür və onlarla bir yerdə kədərlənib, onlarla bir yerdə sevinirlər. Və kənd yerlərində uşaqların özləri də dediyi kimi çox da belə sosiallaşmaq üçün mühitləri yoxdur. Amma yenə də bütün bu şeylərə rəğmən və bilirsiniz indiki sosial şəbəkələri, uşaqlar daha çox bütün günü lazımsız sosial şəbəkələrdədirlər. Amma bütün bu faydasız şəbəkələrin fonunda bu uşaqlar hələ olan uşaqların onda biridir. Ki həqiqətən onlara dəstək var və daha çox dəstək olsa, daha çox özlərini göstərə bilərlər. İnşa müsabiqələrində yer alır, sadəcə utanır deməyə. Öz uğurları ilə bağlı danışmaq istəmir. Biz göstərməliyik ki, bizim orada yaşayan soydaşlarımız nə dərəcədə uğur qazanıblar. Yəni 14 yaşında 2 kitab yazmaq, yəni heç də kiçik bir şey deyil və onların daha çox siyasi motivi var. Sizin yazdığınız kitablar tutalım ki, 20 il sonra 50 yaşda olan uşaqlar tərəfindən oxunanda bu artıq deyəcəklər ki, o vaxt bir Muhammed var idi ki, 12 yaşında bir kitab yazmışdı. Yəni Gürcüstan tarixində, Azərbaycan tarixində nə qədər uşaq var ki, 12 yaşında kitab yazar və bu ağırlıqda, bu yükdə, yəni öz oranı görməyərik. Muhammed, hansı ərazidənsiniz? Koyma Bolnisi. Aha, Bolnisidən siz də gəlmişsiniz. Rəza müəllimin tələbələrin hamısı. Bəli. Rəza müəllim hamısı göndərib bura. Bakıya ki, gedin Kəpənəkçi kəndindəndir. Ki, Kəpənəkçi kəndi bir çox ziyalıların yetişdirdiyi torpaqdır, kənddir ki, inşallah Muhammed də onlardan biridir və olacaqdır. Muhammed, araşdırmısınız olimpiyadanı? Bəli.
çalışmışıq. Hansı istiqamətdə daha çox özünüzü təkmilləşdirmisiniz ki, mən burada daha yaxşı olacağam? Fizika, coğrafiya, sonra tarix, Türkiyə tarixi. Oxumusunuz. Bəli. Nə vaxtdır yarış? Sabah? Bəli, sabah. Sabah olacaq. Bugün gedin qəşəng yatın, dincəlin, uğur qazanacaqsınız. İnanıram ki, Muhammed orada çox yaxşı nəticələr verəcək. Leon xanımdan isə biz davam eləyək. Leon xanım, Bəli. Tək bu olimpiyadalara siz gətirmisiniz uşaqları. Mən bilirəm ki, çox başqa bir işlərdə görürsünüz. Ən azı sizin düşərgələrin birində olmuşam. Orada yaşayan Azərbaycanlılarımızı, xüsusilə gənclərimizi, uşaqlarımızı, məktəbləri bir araya toplayırsınız və çox maraqlı bir kontent hazırlayırsınız ki, onlara tam olaraq yararlansınlar. Hansı tədbirlər həyata keçirmisiniz il boyu? Bəli, Alyans Gənclər Mərkəzində mən bilirsiniz ki, tək deyiləm. Bizim icraçı direktorumuz var, Rəna xanım Hüseynova. Buradan da salamlayırıq onu. Biz Rəna xanımla bir yerdə həqiqətən təvəzzökarlıqdan uzaq olsa da çox yaxşı işləyirik. Çox yaxşı işləyirik. Biz az müddətə çox böyük işlər görmüşük birlikdə heyət olaraq. Çünki bütün demək olar ki, Tiflisdə fəaliyyət göstərən dövlət muzeyləri ilə çalışmışıq. Milli konservatoriya ilə çalışmışıq ki, klassik musiqi konsertləri ki, onların birinin aparıcısı da siz olmusunuz, böyük dəstək olmusunuz. Bizə də buradan bir daha təşəkkür edirik. Səviyyəli konsertlərin, yəni düzgün musiqiçilərin, milli mədəniyyətimizin təbliği, hansı ki, bayağı musiqilərdən uzaq bizim bütün tədbirlərdə, yəni bu ən önəmli şərtdir. Konservatoriya ilə dəfələrlə layihələrimiz olub. Hətta ən sonda Üzeyir Hacıbəyovun Milli Musiqi Gününü konservatoriyada, Tiflis Dövlət Konservatoriyasında keçirdik. Prorektor da oradaydı, səfirliyin nümayəndələri də oradaydı. Yəni çox gözəl bir tədbir idi. Tiflis Dövlət Universitetindən, İvana Cavakşvili adına Tiflis Dövlət Universitetindən çox böyük layihələrimiz var. Bu tolerantlıq günü olsun və yaxud digər tədbirlər olsun. Onlarla bir yerdə işləyirik və bütün demək olar ki, muzeylərlə bir çox Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə kitablar çap olunub ki, bu kitablar önəmli kitabxanalara hədiyyə olunubdur. Tiflis Dövlət Universitetinə kitabxanasına hədiyyə olunub, Batum Dövlət Universitetinin kitabxanasına hədiyyə olunubdur. Bundan əlavə Heydər Əliyev Fondunun dəstəyi ilə və bizim təşəbbüsümüzlə 6 dahi bəstəkarımızın yeni notları, 80 ədəd not Tiflis Dövlət Konservatoriyasına bizim tərəfimizdən hədiyyə olunub. Bu deməkdir ki, bakalavr pilləsində bu bəstəkarların notlarından istifadə olunacaq və Nəbatət bağına, Tiflis Botanika bağına biz Heydər Əliyevin və Zərifə Əliyevanın adına ağaclar əkmişik və əlimizdən gəldiyi qədər, yəni Tiflis mühitinə, necə ki Tiflisdə əvvəl Tiflis Qafqazın mədəniyyət və təhsil beşiyi olubdu və bizim bir çox dahilərimiz buradan bəhrələnibdir, burada yaşayıb yaradıbdır. Təbii ki, biz onlar ola bilmərik, amma ən azından o mühitin %1-ni də olsa biz gənclərimizə yaratmaq istəyirik və bunun üçün əlimizdən gələni edirik. Təşəkkür edirəm möhtəşəm işlərə görə. Biz hələ davam edəcəyik, amma bir qonağımız daha var. Sibel. Salam. Sibel Qasımova. Nəşən gəldiniz? Təşəkkürlər. Təşəkkür edirəm, tanıdım. Siz hardan gəlmisiniz? Mən Gürcüstanda Bolnis rayonunun Kəpənəkçi kəndindən gəlirəm. Siz də Rezan tələbəsiniz. Bəli. Qafqaz hüquq və inteqrasiya. Özlərin qalibidir və Azərbaycan sizdən danışır Reza. Bir nömrəli məktəbin və Qafqaz hüquq və inteqrasiya mərkəzinin 7-ci sinif şagirdiyəm. 7-ci sinif şagirdisiniz. Nə qədər vaxt artıq o mərkəzə gedib gəlirsiniz? Təxminən 8 ay ola bilər, yəni dəqiq bir tarix qeyd etməmişəm. 8 aydır ki, təxminən ora gedirsiniz. Bəli. Və daha çox ümumiyyətlə niyə getdiniz ora? Mən maraqlıdır ki, bizim orada yaradılan mərkəzlərə Azərbaycanın gəncləri, uşaqlar niyə gedir? Nə oldu ki, birdən-birə Sibel fikirləşdi ki, mən bəlkə gedim ora? Mən düşüncəmlə digər soydaşlarımızla bir yerdə layihələr hazırlamaq, birlikdə gəzintilər, kamplar etmək, yəni sosialləşmək üçün həm də
biliyimizi gücləndirmək üçün mən bu kurslara getməyə qərar aldım. Təhsilə marağınız var. Bəli. Aha, Erbil istiqamət olaraq hansı istiqamət seçirsiniz? Mən Sibil olaraq bu ixtisası seçəcəm. Mən ingilis dilində riyaziyyat fənnini şagirdlərə öyrətmək istəyirəm. Aha. Çünki həm dil bazarını, həm də elmi onlara yükləyib, həm də özüm biliyim olacaq. Bunu da gələcəyim üçün qərar almışam. Nə yaxşı təhsilə marağı var. Yəni mən sadəcə bilmək istəyirəm ki, orada yaşayan Azərbaycanlıların son dövr özünüz bilirsiniz də, əvvəl məsələn Gürcüstan Azərbaycanlıları, Gürcüstanda yaşayan soydaşlarımız deyəndə erkən evlilik yada düşürdü və digər, amma son 15 ildə elə bir sıçrayış oldu ki, bizim orada yaşayan Azərbaycanlılarımız, demək olar merimiz də var, deputatlarımız da var, digər rəhbər vəzifədə işləyən bizim Azərbaycanlılar da var və mən hətta bir məsələni də araşdırırdım ki, universitetdə bir qrupda tutalım ki, 20 tələbə varsa, onu Azərbaycanlısa ilk onluqda Azərbaycanlılardır. Yəni təhsillə bağlı çox qəşəng oxuyurlar. Bəli və əlavə olaraq bizim məktəbdən də keçən il 12 nəfər şagird universitetə qəbul olmuşdur. Aha, Azərbaycanlılar 12 nəfər universitetə qəbul olmuşdu. Siz də ingilis dilində riyaziyyat fənnini tədris edəcəksiniz. Yaxşı, bu olimpiyadada riyaziyyatı yaxşı bilirsiniz. Yəni demək olar. Hə, demək, təvəzzükarlıqdan sonra olsa da yəni çox yaxşı Hamımız bilirəm. çox sadəyik. Bəli, maşallah, hamımız kompleks şəkildə gəlmişsiniz bura. Və o olimpiyadada güclü tərəfiniz hansıdır? Mən məsələn coğrafiya və tarixə çox marağım var. Aha. Çünki heç bir insan tarixini unutmamalı və onu gələcək nəsillərə də ötürməlidir. Aha. Buna görə də tarixi və coğrafiyaya da marağım var. Aha, coğrafiyada marağım. Buna görə bu iki fənn üzrə yaxşı iştirak edə biləcəyimi düşünürəm. Rəqiblərinizi araşdırmısınız? Xeyr. Yəni, Çünki rəqibləri araşdırsam mən öz bazarımı geridə hiss edəcəm. Aha. Ona görə də sadəcə özümü hazırlayıram. Aha, özünüz tam hazırsınız. Yəni demək olar. Biz də sorular arzulayırıq. Təşəkkürlər. Yox, xanım. Hamısı çox hazırlıqlıdır. Düşünürəm ki, bəli, seçim olaraq təbii ki, onlar imtahan verib burada iştirak hüququ qazanıblar, amma hələ tam olaraq açılışmayıblar. Düşünün, uzun müddətdir dediyim kimi körpə vaxtlarında Azərbaycanı görüblər və həm onun həyəcanı var, həm ilk dəfə belə bir efirə çıxırlar, ilk dəfə belə bir məşhur tanınmış bir sima görürlər. Bu da onlara əlavə bir həyəcan yükləyir, amma mən düşünürəm ki, bu potensiallarının çox az hissəsini göstərə bilirlər. Həm yaşıtları azdır. Bir də ki, dinləyicilərimiz də təsəvvür eləsin ki, kənd yerində olan uşaqların daha çox belə sosiallaşmağı çətin olur, nəinki şəhər yerində. Amma buna rəğmən yenə də düşünürəm ki, çox yaxşıdır və mən onlarla qürur duyuram. Biz biraz söhbət etmək vaxtımız oldu ki, mən onlara dəfələrlə dedim ki, bizim olimpiyadada iştirakımız mənim üçün önəmli deyil ki, onlar hansıda bir nəticə əldə edəcəklər və yaxud hansıda ki, bir medal əldə edəcəklər. Bizim üçün önəmli olan bura gəlməkdir. 40 nəfərdən seçiliblərsə onlar 4 nəfər. Artıq bunun özü bir uğurdur. Bundan əlavə olaraq onlar gələcəklər burada yeni dostlar, gözəl xatirələr, biliklər öyrənəcəklər. Yəni ən önəmlisi budur və gələcək daha böyük imtahanlara hazırlaşmaq üçün zəmindir. Yəni bunun keyfini çıxartsınlar. Ancaq onlar hələ ki bunu başa düşmürlər. Axşam gəliblər, yuxusuz qaldı. Bəli, və bir də uşaqlarda həmişə imtahanın həyəcanı olur axı. Ona görə düşünürəm ki, yaxşı olacaq. İmtahan sabahdır, bitir. İmtahan ayın 3-üdür. İmtahan ayın 3-üdür və sonra bağlanış mərasimi olacaq. O çox böyük təntənəli bağlanış olur. Elə bunların orada iştirakı özü böyük bir uğurdur bu uşaqlar üçün. Və mən istəyərdim ki, sizin bayaq dediyiniz mövzuya qaydaq. Bəli, hal-hazırda gənclər arasında çox böyük uğur qazanmış gənclər var. Hansı ki, bu çox qısa illər ərzində özünü çox belə göstərdi ki, fərq çox böyükdür. Yəni 5 illə, 6 illə
əvvəl. Burada yenə deyirəm ki, yəni çoxları bəlkə də məni qınaya bilərlər, düzgün başa düşməyərlər, amma SOCAR-ın çox böyük dəstəyi var. Azərbaycan dövlətinin çox böyük dəstəyi var. Çünki mən özüm 5 il Tiflis Dövlət Universitetində çalışdım və mənim ümumiyyətcə gənclərlə böyük bir təcrübəm var və o illərlə 10-15 ilin təcrübəsi var. 15 il əvvələ baxanda statistika çox böyüyür və SOCAR-ın kriterilərinə girən tələbələr həqiqətən uğurlu olur. Ancaq məsələn kəsri olan və onların xüsusi qoyduğu o bariyerləri keçə bilməyən tələbələr məcburi şəkildə dondururlar və yaxud geri qayıdırlar. Bu da çox üzücü bir haldır. Bundan da başqa artıq zəmanə dəyişirilir. Bir də bizdə bəsəbəslik var. Axı onun oğlu oxudu, mənim oğlum da oxumalıdır. O universitetə getdi, mən də getməliyim ki, bu yaxşı tərəfləri də var bu bəsəbəsliyin. Əvvəl həm də bir tərəfdən dedilər ki, qızı 16, 17, 15 yaşında ailə həyatı qurmağa məcbur edirlər. İndi ilə qızın diplomu var. Yəni o da böyük bir şeydir əslində ki, yəni oxudun. Bəli. Daha sonra ailə həyatı qursun. Gürcüstan Azərbaycanlarında erkən evlilik bir müddət oldu, amma bu mən düşünürəm ki, bir çox yerdə oldu. Hətta Azərbaycan kəndlərində də oldu, amma niyəsə də ki, məhz Gürcüstan Azərbaycanları daha çox bir məsələdə statistikaya çatdırım ki, mən diqqətinizə çatdırım ki, statistika mən orada olanda bir araşdırma elədim. Reyting sıralamasında Azərbaycanlıların kompakt yaşadığı yerlər yox idi. Tbilisi var idi, İmireti səfərlərimizə var idi. Gürcülərin özündə də bu çoxdur. Sadəcə bir dönəm oldu ki, bu kimlərəsə sərf edirdi bunu belə anti-reklam eləmək, təəssüflər olsun. Amma hal-hazırda demək olar ki, möhtəşəm gənclər var. Hətta bizim uşaqlar çox şanslıdırlar ki, onlar 5-6 dil bilirlər. Bəli, Gürcü dili, Rus dili, İngilis dili, əlavə olaraq Azərbaycan dili və mütləq bir Avropa dilinə əlavə bilirlər və bizim gənclər həmişə digər gənclərdən daha belə şanslı olurlar ki, çox dil bilirlər, özlərini sübut eləmək üçün çox çalışırlar. Əyalətdən paytaxta oxumağa gələn uşaqlar həm işləyirlər, həm oxurlar və biz gördükcə doğrudan da qürur duyuruq. Ümumiyyətlə xalq olaraq da biz zəhmətkeş xalqıq və gənclərimizdə də bu xüsusiyyət qalır. Leyla xanım, çox az bir vaxtımız qalıb. Təxminən 3-4 dəqiqə vaxtımız qalıb və bir sual verəcəm. Sizin tədbirə qədər olan proqramınızı mən bilmək istəyirəm. Hansı yerlərə gedəcəksiniz? Azərbaycan hansı yerlərini göstərəcəksiniz? Hansı tarixi abidələrimizi, hansı müqəddəs məkanlarımızı siz bizim gənclərə göstərəcəksiniz? Biz çox böyük səbirsizliklə bu verilişdən sonra yox. Dərhal uşaqları təşkilat olaraq sağ olsunlar gəzdirəcəklər. Yəni Bakının görməli bütün gəziləsi yerlərini. Mən özüm isə onları Gürcüstana geri dönəndə istəyirəm ki, Şəki, Qəbələ, Qax zonasına aparım. Oradakı Alban kilsələri haqqında bir onlara məlumat verim və Xan Sarayına aparım. Çox istəyirəm onlar o vaxtımız olacaq getməyən buradan yoxsa proqramı? Bəli, biz geri dönüşü geri dönüşü avtobusla istəyirik gedək ki, gəzə-gəzə onlara göstərək. Yəni təyyarə ilə yox. Çünki oradan bura gəliblər və mütləq görməlidirlər və tarixi abidələrimizi də mütləq görməlidirlər. Şəhərlər Xiyabanı təbii ki, ziyarət olunur. O proqramda var, sözsüz. Bakıdan əlavə də Zəfər Parkında olacaqlar bizim Qurtarçiniyo və tamam. Bəli, özləri də çox həyəcanlıdırlar və onların həyəcanından mən də daha çox həyəcanlıyam. Çünki hər şagirdlə, hər tələbə ilə Bakını yenidən kəşf etmək bunun özü fərqli bir duyğudur. Ən azı biz sizin storylərdən, çəkilən şəkillərdən və paylaşımlardan görə biləcəyik. Çox sağ olun izləyicim olduğuna görə. Çox təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Əməyə keçən hər kəsə çox təşəkkür edirəm. Sağ olun. Sizə və komandanıza bir daha uğurlar arzu edirəm və Səhər Saatı isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.